Salam uşaqlar, hər vaxtınız xeyir. Biz sizinlə bugün zərf haqqında danışacağıq. Zərf deməli, hərəkətə aid olaraq hərəkəti izah eləyir və hərəkətin tərzini, zamanını, miqdarını, yerini bildirən əsas nitq hissəsinə deyilir. Və zərflər necə, nə cür, nə tərzdə, nə qədər, nə dərəcədə, nə vaxt, nə zaman və s. suallarından birinə cavab verir. Zərfin quruluqca növlərindən danışanda biz dedik, ümumiyyətlə əsas nitq hissələrinin quruluqca 3 növü olur. Sadə, düzəltmə, mürəkkəb. Zərflər də quruluqca 3 cür olur. Sadə zərflər, düzəltmə zərflər və mürəkkəb zərflərdən ibarət olur. Sadə zərflər bir kökdən ibarət olur. Məsələn, ora sözü, bura sözü, cəld sözü və s. Gözüz kökdən ibarət və yaxud da kök və qrammatik şəkilsizdən ibarət olur. Düzəltmə zərfləri isə kök və leksik şəkilsizdən ibarət olur. Məsələn, deyirəm ki, rusca yaxşı danışır. Rus sözün kökü ca leksik şəkilsidir. Sonra qəhrəmancasına, qəhrəman sözün kökü casına leksik şəkilsi olur. Sonra deyə bilərik yanaşı, yan sözün kökü aşı leksik şəkilsi. Sonra həsrətlə məsəl üçün baxır, nə tərzdə lə leksik şəkilsi. Bunlar da düzəltmə zərflərimizdir. Bir də mürəkkəb zərflərimiz var ki, mürəkkəb zərflərdə 2 və ya daha artıq müstəqil leksik mənalı sözün birləşməsindən yaranır. Yəni 2 sözün birləşməsindən yaranır. Deyə bilərik ki, üz, bə, üz. Görürsünüz, üzbəüz, üz və üz sözlərinə babə bitişdiricisinin köməyi ilə bitişərək yaranır. Yəni, babə bitişdiricisinin köməyi ilə. Bunlar necə yaranacaq? Bitişik yazılacaq. Ümumiyyətlə, mürəkkəb zərflər 2 qrupa bölünür. Bitişik yazılanlar, bitişik və bir də defislə yazılanlar. Həmçinin ayrı yazılan mürəkkəb zərflərimiz də var. Sadəcə, biz burada 1-2 məqama toxunacağıq. Bitişik yazılan mürəkkəb zərflərimiz hansı yolla yaranır? Məsələn, babə bitişdiricisinin köməyi ilə yarananlar, müxtəlif mənalı sözlərin birləşməsindən yarananlar necə yazılırdı? Onlar da bitişik yazılırdı. Məsələn, deyə bilərik ki, addımbaşı. Addımbaşı bizə gəlir. Nə tərzdə? Addımbaşı. Burada addımbaşı, addım və başı sözlərinin birləşməsindən yaranaraq mürəkkəb, bitişik zərflər əmələ gətirmişdir. Sonra nə deyə bilərik burada? Məsələn, bugün ayrı yazılan mürəkkəb zərfimizdir. Sonra defislə yazılan mürəkkəb zərflər. Defislə yazılan mürəkkəb zərflərdə sadə zərflərin təkrarı ilə ola bilər, düzəltmə sözlərin təkrarı ilə ola bilər, antonim sözlərin birləşməsi ilə, məsələn, yaxın mənalı sözlərin birləşməsi ilə yaranan zərflər də necə yazılacaq? Defislə yazılacaqlar. Deməli, defislə yazılan mürəkkəb zərflərə bir neçə nümunə göstərək. Məsələn, başdan başa, gec, tez və s. Bunlar da defislə yazılan deməli, mürəkkəb zərflərimiz olur. Sonra zərflərin mənaca növlərindən danışacağıq. Biz dedik ki, dərsin ilk başlanğıcında zərflər feilə aid olaraq onu müxtəlif cəhətdən izah edir. Yəni, zamanını bildirə bilər, yerini bildirə bilər, miqdarını bildirə bilər, tərzini bildirə bilər. Yəni, buradan belə nəticə çıxardırıq ki, zərfin 4 məna növü var. Birinci, tərzi hərəkət. Tərzi hərəkət zərfləri. Tərzi hərəkət zərfləri hərəkətin necə icra olunduğunu bildirəcək. Tərzi hərəkət zərfləri hərəkətin, yəni icra tərzini, icra vəziyyətini bildirəcək. Necə icra olunduğunu bildirəcək. Necə və nə cür suallarından birinə cavab verəcək. Məsələn, deyirəm ki, həvəslə oxudu. Həvəs sözün köküydür, lə leksik şəkilsidir, düzəltmə zərfimizdir. Nə tərzdə oxudu?
həvəslə oxudu. Görürsünüz, nə tərzdə oxudu, necə oxudu. Həmçinin tərz hərəkət zərflərinin nə tərzdə sualı da var. Nə tərzdə sualı. Yəni, nə tərzdə sualına da cavab verir. Sonra, yaxşı danışır. Nə tərzdə danışır? Yaxşı danışır. Yaxşı burada nədir? Tərzi hərəkət zərfimizdir. Sonra ikinci zərfimiz zaman zərfləridir. Zaman. Zaman zərfləri hərəkətin icra olunduğu vaxtı və yaxud zamanı bildirəcək. Yəni, hansı zamanda icra olunduğunu bildirir. Nə vaxt, nə zaman suallarına cavab verəcək. Nə vaxt, nə zaman. Nə vaxt, nə zaman suallarından birinə cavab verəcək. Məsələn, deyirəm ki, gecə gəldi. Nə vaxt gəldi? Gecə gəldi. Nə vaxt sualına cavab verdiyinə görə burada zaman zərfi olacaq. Sonra gec-tez gələcək. Nə zaman gələcək? Gec-tez. Burada gec-tez nə oldu? Zaman zərfimiz oldu. Sonra üçüncü yer zərflərimiz. Yer zərfi. Yer zərfləri isə hərəkətin icra olunduğu yeri bildirəcək. Yəni, harada icra olunduğunu. Haraya, harada və haradan. Haradan suallarından birinə cavab verəcək. Məsələn, deyirəm ki, ora getmə. Haraya getmə? Oraya, ora. Hara getmə? Ora. Burada yer zərfimizdir. Və yaxud deyirəm ki, içəri çox sakitdir. Hara? İçəri. Hara? İçəri çox sakitdir. Sonra geri gəlmək. Haraya gəlmək? Geri gəlmək. Haraya? Geri. Deməli, ora, içəri, geri, bunlar hamısı nə olacaq? Yer zərflərimiz olacaq. Və kəmiyyət zərflərimiz var. Kəmiyyət zərflərimiz, kəmiyyət zərflərimiz. Kəmiyyət zərflərimiz isə hərəkətin kəmiyyətini bildirəcək və nə qədər sualına cavab verəcək. Nə qədər. Məsələn, deyirəm ki, xeyli oxudu. Oxudu. Nə qədər oxudu? Xeyli oxudu. Uşaqlar, burada bəzi sözlər var ki, həm zərf kimi, həm başqa nitq hissəsi kimi işlənir. Sual verərsiniz ki, müəllim, xeyli, niyə görə burada say yox, zərf rolunda çıxış edib? Xeylidən sonra hərəkət bildirən söz gəldiyinə görə. Bu dərsdən sonra toxunacağıq həmin məsələyə. Xeyli sözündən sonra əgər ad bildirən sözlər gəlsəydi, onda xeyli say olardı. Burada hərəkətin kəmiyyətini, miqdarını bildirdiyinə görə xeyli zərf rolunda çıxış eləyəcək. Yəni, kəmiyyət zərfi. Az oxumaq və yaxud çox danışmaq. Nə qədər az, nə qədər çox. Burada da az və çox nədir? Kəmiyyət zərfidir. Az-maz dinləmək. Nə qədər? Az-maz. Burada az-maz sözü də olacaq bizim kəmiyyət zərfimiz. İndi dilimizdə bəzi sözlərimiz var ki, onlar həm zərf kimi işlənir, həm də başqa bir nitq hissələri kimi işlənir. Onlar hansılardır və necə fərqləndirmək lazımdır? Həmin məsələlərə toxunacağıq. Məsələn, isim və zərf kimi işlənən sözlərimiz var. Hansılar da olar? Gecə sözü, gündüz sözü, gecə, gündüz, səhər, axşam və günorta. Baxın, bu sözlər həm isim kimi işlənir, həm də zərf kimi işlənir. Yaxşı, necə biləcəyik ki, zərfdir yoxsa isimdir? Əgər ismin sualına cavab verirsə, ismin sualları hansılar idi? Kim, nə, hara? Yəni, ismin suallarına cavab verirsə, olacaq isim. Zərfin sualına cavab verdikdə olacaq zərf. Məsələn, deyirəm ki, gecə düşdü. Bir də yazıram ki, gecə gəldi. Baxaq görək. Hər iki cümlədə gecə hansı nitq hissəsidir? Düşdü. Nə? Gecə.
Nə sualına cavab verdiyinə görə burada gecə olacaq isim. Gecə gəldi. Nə vaxt gəlib? Gecə gəlib. Nə vaxt sualına cavab verdiyinə görə olacaq zaman zərfi. Gəlin digər sözə baxaq. Məsələn, deyirəm ki, gecə gündüzdən qısadır. Bir də gecə gündüzdən qısadır. Gündüz bizi yoxladı. İndi gündüz sözlərinə baxaq. Gecə gündüzdən qısadır. Nədən qısadır? Gecə gündüzdən. Burada gündüz, nədən? Gündüzdən. Gündüz. Nədən qısadır? Gündüzdən. Burada gündüz ismi sualına cavab verdiyinə görə isim olacaq. Gündüz bizi yoxladı. Nə vaxt? Nə vaxt bizi yoxlayıb? Gündüz. Nə vaxt sualına cavab verdiyinə görə burada da olacaq zərf. Deməli, bu sözlər həm isim, həm də zərf kimi işləndi və fərqləndirmə məqamlarını dedik. Sonra gələcəyik sifət və zərf kimi işlənən sözlərə. Sifət və zərf kimi. Məsələn, burada yaxşı sözü var. Cəld sözü var. Sonra hansı sözlər deyə bilərik? İti sözü var. Və yaxud pis sözü var. Açıq sözü var. Doğru sözü var. Və s. Qısa yazıram və s. Baxın, yaxşı sözünü bayaq işlətdik. Yaxşı insan. Bir də var, yaxşı oxuyur. Və yaxud açıq qapı, açıq danışdı. Baxın, burada yaxşı sözündən sonra insan ismi gəldiyinə görə necə insan, yaxşı insan. Buradakı yaxşı olacaq sifət. Bir də yaxşı oxuyur. Yaxşı sözündən sonra oxuyur feil gəldiyinə görə yaxşı oxuyur. Nə tərzdə oxuyur? Necə oxuyur? Burada yaxşı sözü olacaq zərf. Açıq qapı. Açıq sözündən sonra qapı ismi gəldiyinə görə necə qapı? Açıq qapı. Açıq burada olacaq sifət. Açıq danışdı. Açıq sözündən sonra feil gəldiyinə görə açıq olacaq zərf. Bu sözlər də sifət və zərf kimi işlənən sözlərdir. İndi keçirik say və zərf kimi işlənən sözlərə. Say və zərf. Say və zərf. Məsələn, burada az sözü, çox sözü, xeyli sözü, sonra azacıq sözü, azacıq sözünü, biraz sözünü və s. Bunlar da say və zərf kimi işlənir. Özlərindən sonra, bu sözlərdən sonra, məsələn, az insan. İsim gəldikdə olacaq say, feil gəldikdə olacaq zərf. Az danışdı. Azacıq aş danış. Baxın, azdan sonra isim gəldiyinə görə olacaq burada az, say, az danışdı. Nə qədər danışdı? Azdan sonra feil gəldiyinə görə olacaq zərf. Azacıq sözündən sonra aş ismi gəldiyinə görə olacaq sayımız. Azacıq sözündən sonra ikinci variantda danış feili gəldiyinə görə olacaq zərfimiz. Bu da zərf və say kimi işlənən sözlər idi.